Hər birini salamlayıram, dəyərli şagirdlər. 10 manat arxada keçirilən dim sınaq imtahanı izahını mən Adəm müəllim sizə təqdim edirəm. Keçən suallarımıza tangens alfanın 2/2 olduğunu verir və alfa pi 3pi/2, yəni bu bucaq 3-cü rübün bucağıdır. Bu bucaq, yəni pi bir də 3pi/2, bu 3-cü rübün bucağıdır. Qoyunuz alfanın qiymətini tapın. Düsturları tapmaq olar, üçbucaq qaydasını tapmaq olar. Ən maraqlısı, ən rahatı bunu üçbucaq qaydasını tapmaqdır. Hər hansı alfa bucağımız olsun. Tangens qarşıdakı katetin bitişik katet olan nisbətidir. Yəni alfanın qarşısında duran katet, bax bu işarələdiyim katetdir. 2/2. Əlbəttə ki, bitişik katetin neçə olacaq? 1 olacaq. Burada hipotenuzu tapsaq, yəni 2/2. Yəni bu olacaq 8 olar 1, 9, hipotenuz olacaq 3 olacaq. Deməli, məsələ nədir? Buradan kosinus tapmaq olar. Əlbəttə ki, kosinusun modulunu bu şəkildə kosinus alfanın modulunu tapaq. Yəni bitişik katet hipotenuza nisbəti 1-in 3-ə nisbəti. Amma alfa 3-cü rübə bucağı olduğuna görə artıq biz kosinus alfanın qiymətini nə edəcəyik? Mənfi 3 təbii götürəcəyik. Keçək növbəti suala. Şəkildə o çevrənin mərkəzidir. BAS 45, SB 8/2. Çevrənin qarşısını tapın. Yəni biz burada bunu SB 8/2 qeyd ediləsə və bucağımız 45 dərəcə götürsək, artıq sinuslar teoremini rahat şəkildə tapa bilərik. Yəni 8/2-nin sinus 45-ə nisbəti bərabər xaric çəkimi çevrənin radiusunun kimisinə bərabərdir. 8/2 bölünsün, kök 2/2 yazsaq, bunu 2 ilə bərabər olsa, köklər ixtisar getsə 2 yer bərabərdir 16, artıq elimiz bərabərdir, burada 8 olar. Yəni radius soruşur bizdən, olsa cavab nə olur? C variantı olur. Sonra bu ifadəni əlləmək üçün, yəni birinci ifadənin, üçüncü ifadəni məxrəcləri bərabər olduğuna görə yan yana qoysaq biz, bərabər olar. Baxın, a plus 1, a kubu plus 1 çıxılsın. Digər ikisini də eyni məxrəc formasında yazsaq, a minus 1, da a kubu artıq minus 1 olacaq. Çünki sürətləri 1 yazırıq. Deməli, a plus 1, yuxarıda a kubu plus 1-i atsaq, a plus 1, a kvadratı çıxılsın, a topla 1 formasında. Sonra digərində atsaq ki, a minus 1, surəti a minus 1, a kvadratı plus a plus 1 formasında. İxtisarlarımızı aparsaq və birinci surətdə olan ifadəmiz a kvadratı minus a plus 1. İkinci nə qarşıda çıxma olduğuna görə hər birini dəyişəcək. A kvadratı çıxılsın a, çıxılsın 1. A kvadratlar islah gedir, 1-lə islah gedir. Burada olur mənfi 2a. Yəni mənfi 2-ni vuracaq, mənfi 0-dan 175-ə. O da olacaq müsbət 1,5 Y variantı. Daha sonra dördüncü sual. ABC düzbucaqlısında A, B, C, D. Bu düzbucaqlısında BC 3AB'yə bərabər. Yəni bu x-dirsə, BC nədir? 3x-dir. BD diaqonalımız 20-dir. A nöqtəsindən BD diaqonalına qədər məsafəni tapın. Yəni düzbucaqlı üçbucağın düzbucaq təpəsindən betonuza endirilmiş hündürlüyü soruşur bizdən. Burada AD'miz də 3x olacaq. Çünki qarşı tərəflər bərabərdir. Faqor teoremini istifadə edib kat x-i tapmaq olar. Deməli, x-in kvadratı plus 9x kvadratı bərabərdir 400. 10x kvadratı bərabər 400. X kvadratı bərabərdir 40. X bərabər kök altında 40. O qalsın elə belə. Yəni, x-imiz kök altında 40-dır. Digəri 3 kök altında 40-dır. Hündürlüyü tapmaq üçün katitləri bir-birinə vurub betonuza bölməliyəm. Kök altında 40-ı vurmalıyam 3 kök altında 40-a, bölməliyəm 20-yə. Kök altında 40-dan, kök altında 40, 2 dənə kök altında 40-ı, bir dənə kök 40 olaraq kökdə vurdum, kvadratından çıxartdım, 3-ə vurub 20-yə bölürəm. İxtisar gedir və buradan qalır 6. Nə olur burada? Məsafəmiz olur nə qədər? 6. Yəni hündürlüyümüz 6 və doğru cavab A variantı. Daha sonra 5-ci sual. Limit sonsuza yaxınlaşır. Bu ifadənin qiymətini tapın. Əlbəttə ki, nə etməliyik biz burada? Hər bir kökün altında ən böyük qüvvət üstünün n kvadratı olduğunu biliriksə, biz həm surəti, həm də məxrəci kökün altında olan hər bir ifadəni n-in kvadratına bölməliyik. Yəni, limit n sonsuza yaxınlaşanda bu olur 1 bölü n kvadratı, 9n kvadratı bölünsün n kvadratı. Kök altda. Bax, hər birini n kvadratına bölürəm. Məxrəci də 1 bölünsün n kvadratı, 9n kvadratı bölünsün n kvadratı, n kvadratı bölünsün n kvadratı çıxılsın, 1 bölünsün n kvadratı. İxtisarlar aparıram. Deməli, bizdə qaydamıza əsasən n kvadratlar ixtisar gedir hamısı. Və nə olur? Məsələn, limit n sonsuza yaxınlaşanda 1 bölünsün n kvadratının qiyməti bu ifadənin qiyməti 0-a bərabərdir. Və 0-a bərabər olan ifadələr hər biri getdikdən sonra yuxarıda olur kök altında 9 üstə gəl kök altında 1, kök altında 9 çıxılsın kök altında 1.
Və nəhayətində burada olur 3 üstəgəl 1, 3 çıxılsın 1, 4 2 böləndə doğru cavabımız necə olur? Olur 2. Sonra sol altını sola keçid eləyək. Deməli, bax, fx funksiyası x minus m-dir modulda. Yəni belədir ki, fx funksiyası bax bu ifadədir fx funksiyamız. Deməli, kəsmə nöqtəsi 4 nöqtəsindədirsə, deməli x minus, məsələn, bax kəsmə nöqtəsi x-i 4-dür, y-də 0-dır. Birinci ifadədən yəni x-in yerinə 4 qoyub, digər ifadəyə isə y-ə 0 versək, burada m bərabərdir. Artıq 4-ü alacağıq, x-in müsbət istiqam. M-i 4 alacağıq, bəli. Digər tərəfdən də bunu artıq görmək olur. Sonra, indi baxırıq nəyə uşaqlar. Digər nöqtə Gx funksiyasında modulun qarşısında mənfi olduğuna görə artıq qollar aşağıdır. Bax, bu funksiya Gx funksiyasıdır. Bu, həmin o x-in, fx-in artıq burada x-ə qiyməti yoxdur. Bax, 4 burada p-dir. 4-ü var, p-si var. MMKP-ni soruşur. Artıq burada hər hansı bir x qiyməti yoxdur bunun. Deməli, burada nə axtaracaq biz? M-i tapdıq. İndi n, k, p-ni ayrı-ayrı ifadə eləməliyik. Deməli, burada bu 4 nöqtəsi həm Gx funksiyasınındır, həm də bu 4 nöqtəsi həm fx funksiyasınındır, həm də Gx funksiyasının olduğuna görə biz bunu belə yazırıq ki, yəni x minus 4-ümüzün x minus 4-də, bax, yuxarıda fx-də y-in 6 qiyməti alır. X minus 4 bərabərdir 6 qiymətini alır. Ona görə x minus 4 bərabər 6, x minus 4 bərabər mənfi 6-nı hesablasaq, x bərabər burada eləyir 10, burada x bərabər mənfi 2. Amma x-imiz bərabər nədir? 10-dur burada. Bura 10-dur. 10 nöqtəsidir. Niyə görə bunu belə götürürük? Çünki x-in müsbət istiqamətindədir. Bu 10-dur. Bu 10-dur. İndi ümumiyyətlə, indi bu ifadə, indi biz burada nəyə tapmalıyıq? P-ni tapmalıyıq. Bax, bu P-ni tapanda, yəni belə deyək də, bu x minus k yazılıbsa, bu 10 vahid sağa gedib. Yəni bizim onsuz da k-mızın qiyməti, belə deyək də, k-mızın qiyməti bərabər 10-dur. M-imizin qiymətin bərabər 4 tapdıq biz. İndi burada bir də plus yuxarı gedibsə, funksiyamız nə qədər yuxarı gedibsə, bax, bu funksiyamız nə qədər yuxarı gedibsə, bax, həmin bu nöqtə bizə n-i göstərir artıq. N bərabər burada olur, 6 olur. Daha sonra p-ni tapmaqdır. P-də, bax, bu x10 nöqtəsi yoxdurmu? Bax, həmin bu nöqtə 4 və p-ni nə idi? Orta nöqtəsi sayılır. O da yəni p-miz də burada bərabər, əlbəttə ki, neçə eləyəcək? 16 eləyəcək. İndi bunların cəmi soruşur. 14, 6, 20, o da 6 elədi, nə qədər? 36. Doğru cavab elədi, nə qədər? A variantı. Növbəti sual, 7-ci sual. A və B çoxları üçün, əlbəttə biz burada A və B hər hansı bir Venn diaqramı tərtib eləyək. Kəsişmə, NA çıxılsın 4, NB çıxılsın 4 bərabərsə, məsələn, bu kəsmə nöqtəsinə bir x desək, artıq A özü x minus 4, çünki sola atırıq da kəsmənin yanına. B də özü x üstəgəl 3 formasında olur. Bizə deyir ki, kəsmədən çıxılsın, bunların birləşmədən kəsməsini çıx. Birləşməsi nə qədər eləyir? A çoxluğu x plus 4-dürsə, elə bura 4 yazmamız kifayətdir. Bu x yazmamız kifayət deyil. Çünki A özü x plus 4-dür, B özü x üstəgəl 3-dür. Bizdə deyir, birləşməsi var. Birləşməsi nə qədər? Birləşməsi 7 üstəgəl x-dir. Çıxılsın. Kəsməsi nə qədər x-in özüdür. X-lər artıq islah edəndən sonra necə qalır? Fərqi 7 qalır. Deməli, ən böyük binomial əmsalı. Uşaqlar, yadınızda hər zaman saxlayın. Binomda ən böyük binomial əmsalı orta həddli binomial əmsalı sayılır. Yəni, kombinazon 8-dən 4. Orta həddli binomial əmsalı ən böyük binomial əmsal sayılır. Və 8-dən 4-ü hesablasaq, 8 faktoriyalı bölünsün 4 faktorial. 8-dən 4 çıxanda 4 faktorial hesablayaq. 8, 7, 6, 5, 5, 4, 3, 2, 1. 4, 2, 8, 6 ilə gedir 2 qalır. Bu da elədir nə qədər? 70. Ortancıl həddə bəzi şagirlər 8-dən 4 olaraq götürürük. Yəni, ən böyük binomial əmsal olaraq burada diqqətli olmalıyıq. Niyə görə 4-dür? Yadınızda saxlayaq ki, kombinazon ortancılı götürəndə artıq 0-dan başlayır. 8-dən 0-dan başlayır. 8-dən 8-də qutarır. Bax, ona görə belə hesablayırıq. Sonra mərkəzləri bir düz xətt üzərində olan 6 kongruent külə biri digərinə xaricdən toxunmaqla ardıcıl düzülmüşdür. Birinci və sonuncu kürələrin mərkəzləri arasındakı məsafə 30 cm olarsa, bir kürənin həzmini tapın.
Belə deyək. Mərkəzlər bir xəttinin 6 kongruent kürə. Mərkəzləri bir xəttində olan 6 kongruent kürə. Biri digərinin xaricdən toxunur. Birinci və sonuncu külənin mərkəz arası məsafə 30-dur. Belə deyək də, baxın. Külələri hər birini ayrı çəkmirəm. Bax, 1 diametri, 2 diametri, 3, 4, 5 və 6 dənə bizim olsun küləmiz diametrlərini çəkdim hamısını. Birincinin ortası, axırıncının ortası. Mərkəzlərinə qədər olan məsafə 30 cm-dir. Deməli, bura R-dir. 2R, 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 bu da R. 2, 4, 6, 8, 9, 10R. 10R bərabərdir 30 olarsa, radiusumuz nə bərabər nəyə? 3-ə. Bir külənin həzmini tapın. Artıq külənin həzmi V bərabərdir. 3-də 4 pi R kubu olduğuna görə 3-ün kubu 27, 27 cəmi 9, 9 dönülədə 36 pi. A variantı. Sonra 9, 10-cu suala keçirik. Loqaritm. Deməli, biz artıq 2 loqaritm 2 əsasdan bu kökün altında olan ifadəni hesablamalıyam. Deməli, nə edirik? Ortaq məxrəcə gətiririk bu ifadəni. Yəni, sinus 160, kosinus 200. Əlbəttə ki, bir şey də bilməliyik də burada. 160 var, ha, 160. Bax, sinus 160, sinus 160, sinus 180 çıxılsın 20-dir. Yəni, bu onsuz da müsbətdir. Elə bu sinus 20 deməkdir. Kosinus 200. Kosinus 200. Bunda yazacaq ki, kosinus. Lap yazarıq ki, 200 3-cü rübdə yerləşir. Buna yazarıq 180, üstəgəl 20. Bu da bərabər artıq yazacaq kosinus 20, amma mənfi. Çünki 3-cü rübdə kosinusumuz mənfidir. Yəni, kök altda 3 bölünsün sinus 20. Belə yazsaq daha yaxşıdır. Bunu yazacaq minus 1 bölünsün kosinus 20. Ortaq məxrəcə gətirsək bu ifadəni. Sinus 20, kosinus 20. Yuxarıda kök altda 3 kosinus 20. Çıxılsın 1-i vuran sinus 20 ilə sinus nədir? 20 elədir. Deməli, nə edirəm? Köməkçi uzaq daxil etməklə yuxarını hesablaya bilərəm rahat. 2-yə vurub 2-yə bölməklə kök altda 3 bölü 2-ni və 2-də 1-i alaram. O nöqtə nəzərdən yazaram ki, 2 vurulsun. Buraya yazaram kök altda 3 bölü 2 kosinus 20. 2-də 1 sinus 20. Burada sinus 20, kosinus 20 də 2 qat arqumentə görə 2-də 1 sinus 40 şəklində yaza bilərəm bunu. Bu da bərabərdir. Deməli, 2 vurulsun. Bax, 2 vurulsun. Tutalım ki, surətimizin ifadəsinə baxanda kosinus 60, kosinus 20, kosinus 30, kosinus 20, kosinus 60, sinus 60-dan da yazsaq. Necə yazaq? Yazaq əsası sinus 60, kosinus 20, bir də kosinus 60, sinus 20. Belə yazsaq bunu. 2-də 1 sinus 40 şəklində bunu göstərərik. Daha sonra isə sinus, kosinus, kosinus, sinus. Bu ifadə sinusun fərqini verir bizə. Yəni, sinus 40 dərəcəni verəcək artıq bu ifadə bizə. 2 sinus 40, məxrəcdə 2-də 1 sinus 40. Artıq sinus 40-lar ixtisar gedəndə, ikinci ilə birə artıq 4 olacaq və doğru cavabını alacaq B variantı. Sonra, ABCD bərabər yan trapesiyasında AC 26-dır. AC 26-dır. Buraya yazaq 26. AY 24-dür. Pifaqordan istifadə edə bilərik. Trapesiyanın sayısını tapın. Əlbəttə ki, deməli, hər hansı bura x desək, x-in kvadratı plus 24-ün kvadratı bərabər 26-nın kvadratı. 26-nın kvadratı 676, 576 da 24-ün kvadratı da qalır 100. X-imiz bərabər olur nəyə? 10-a. Deməli, x-imiz 10 tapdıq. Yəni, hündürlüyümüzü 10 tapdıq biz. Yəni, bu bərabəryan trapesiya, ABCD bərabəryan trapesiyadırsa, hündürlükdən oturacağı hissələrinə baxdığımız zaman orta xətt artıq böyük parçanın uzunluğuna bərabər olmalıdır. Yəni, A-dan Y-yə qədər olmalıdır, orta xətt olmalıdır. Və biz trapesiyanın sayısını tapmaq üçün orta xətti hündürlüyə vurmalıyıq. Yəni, sahəni tapanda S bərabər orta xətt 24 vurmalıyıq nəyə? Hündürlüyə. Bu da elədi nə qədər? 240 elədi bizim sahəmiz. Doğru cavab Y variantı. Sonra loqaritm kəsdən x, loqaritm kəsdən x bərabər 1 tənliyin həllidir. Əla. Deməli, biz bunu əsasını dəyişməklə, yəni 1-i 2 əsaslandı, 1-i 3 əsaslandı. Biz bunu əsasını dəyişməklə rahat metodla həll edə bilərik. Deməli, bu məsələn hər hansı neçə əsasla 10 əsasdan məsələn bunu çevirərik. 10 əsasdan, yəni elci məsələn 10 əsasdan belə deyək də, loqaritm 2 əsasdan x-i məsələn 10 əsasdan çevirmək üçün buna yazıram elci x bölünsün elci 2. Bu formasına yazıram. Deməli, hər birində əsaslar x-dir. Ona görə yazıram ki,
Yazaram ki LC x bölünsün LC 2 üstə gəl. LC x bölünsün LC 3 bərabər nəyə? 1-ə. Bax bunu yazsam. Sonra hər iki bu tənlikdə LC x-i mötərizə xaricinə çıxarsam, onlar 1 bölünsün LC 2 üstə gəl 1 bölünsün LC 3 bərabərdir 1. Hə. Və bu şəkildə yazsaq, və bunu orta əmələ gətirsək rahat bir formada LC x vurulsun. Bunu yazıram LC 2 vurulsun LC 3. Deməli, mən bunu çarpaz olaraq vursam, LC 3 ilə LC 2-ni toplayacam. Bu da eləyəcək LC 6 olacaq bizdə artıq. Sonra, bu da bərabərdir 1-ə. Bunu belə bu şəkildə yazsaq biz. Deməli, burada biz LC x-i tapsaq, LC x bərabər olacaq 1 bölünsün. 1 bölsək digər ifadənin tərsini yazmış olaraq da belə yazacaq. Yazacaq LC 2, LC 3 hasili bölsünlər LC 6. Bu formada yaza bilərik. Bu da bərabər olacaq. Bu düstura əsasən bu iki ifadəni, və LC 3 saxlayaram yerində, bunu yazaram. Loqaritm 6 əsasın 2 yaza bilərəm. Və düsturdan istifadə edib rahat şəkildə yaza bilərəm. Sonra indi deməli bu ifadəni gəl məxrəcə yazaydım. Deməli bunu yazıram. Loqaritm kəsin altını da yazmalıydım. Buradan da indi x-i tapmalıyam. X də bərabər olur loqaritm LC, loqaritm deyəndə LC 3 üzərində loqaritm 2 əsasdan 6 əsasdan 2-ni, 2 əsasdan 6-nı yazıram 6 əsasdan 2 formasında. Deməli, bu da LC x bərabər. Deməli, burada x bərabər LC-lər. Bunlara baxsam, assam kənara. Çünki əsaslar bərabər olmalıdır. Bu da x bərabər olur. 3 üzərində loqaritm 6 əsasdan 2. 3 üzərində loqaritm 6 əsasdan 2 və yaxud da biz bu ifadələrin yerini dəyişməklə x bərabər 2 üzərində loqaritm 6 əsasdan 2. Yəni, a üstü loqaritm b əsasdan c, c üstü loqaritm b əsasdan a bu ifadə bir bərabər olduğuna görə qaydamıza əsasən 2 üzərində loqaritm 6 əsasdan 6 əsasdan 3. 6 əsasdan 3 və doğru cavab B variantdır. Və qarışıq formalı bir misaldır. Sonra keçid edirik növbəti suala. Bu ifadəni sadələşdirin. Deməli, nə iş görürük burada indi? İfadəsini sadələşdirin. Yəni, bu müxtəsər ifadənin köməyi ilə biz bunu yazacaq əlbəttə ki. Yəni, kök altında 3 minus 2 kök altında 2 ifadəsi və 2 mislinə uyğun olaraq bu ifadəni yazsaq. Yəni, bu ifadə kök altda 2 minus 1-in kvaratıdır. Yarısı, yəni 2 misli burada var. Ona görə bu ifadə kök altda 2 minus 1, yəni modunu çıxardanda müsbət çıxmalıdır. Bir də üstə gəl, bizim ifadəmiz var ki, 3 üstə çıxılsın kök altda 2. Bunlar gələn sonra cavabımız necə qalar? Qalar ki, sadə bir sualdır. Sonra, növbəti. Düzbucaqlı üçbucaqda düz bucaq təpəsindən çəkilən tənbölən. Bu bizim olsun düzbucaqlı üçbucağımız. Düz bucaq təpəsindən çəkilən tənbölən betonuzu 6 və 8 cm uzunluğuna 2 hissəyə bölür. Burada tənbölən. Burada 6 oldu, bura 8 oldu. Tənbölən olduğuna görə 2 hissəyə bölür. Düz bucaqlı üçbucağın kiçik xətlərini tapın. Yəni, məsələn nədir uşaqlar? 6 və 8 tənbölən xassəsinə əsasən 6-8 xassəsinə, yəni 6-nın 8-ə nisbətində katetlər bölünməlidir və bu da 3-ün 4-ə nisbətində bölünməlidir. Yəni, bura olacaq 3K, bura olacaq 4K. Və Pifaqor teoremindən istifadə edə bilərsiniz də, yəni düzbucaqlı üçbucağın kiçik katetini tapmaq üçün. Yəni 3K, 4K-dırsa bizim betonumuz nə qədər olacaq? 5K. Yəni bizdə nə olacaq artıq? 5K-mız bərabər olacaq neçəyə? 6, 8, 14-ə. 14-ü 5-ə böləndə qalacaq 2 tam, onda 8. Kiçik kateti əlbəttə 3K-dır. 3-ü vuranda 2 tam, onda 8-ə. 3, 8, 24, 3, 6, 8 tam, onda 4. Və doğru cavab oldu C variantı. 15-ci sual. A, B, C və D nöqtələri verilmişdir. A, B, C-də vektor asıcı bucağın kosinusunu tapın əlbəttə ki. Deməli, nə eləməliyik? A, B-ni tapmaq üçün nə eləməliyəm mən? B-dən A-nı çıxmalıyam. A, B deyirsə bizə. Sonra 2 vektor asıcı bucağı tapmaq üçün əlbəttə bu qaydanı yazmışsınız. Kosinus alfa bərabərdir. A-nın B-yə skaler hasilinin A-nın B-yə modullarına olan nisbət, hasilinin modullarına olan nisbətinə bərabərdir. Əlbəttə ki, A-B-ni tapmalıyıq biz. A-B vektoru. A-B bərabərdir. Deməli, B-dən 1-dən 2-ni çıxıram. A-ya və B-yə baxıram. 1-dən 2-ni çıxıram, mənfi 1. 4-dən 2 çıxıram, 2. Mənfi 4-dən mənfi 2 çıxıram, edir mənfi 2. Sonra C-dəyə baxıram. D-dən bu dəfə. D-dən C-ni çıxıram. 0-dan mənfi 6 çıxanda 6. 6-dan 3 çıxanda 3. Mənfi 6-dan 0 çıxanda mənfi 6.
Deməli, CD vektorunu da tapdıq və indi kosinus alfa 2 vektor arasındakı bucağı tapıram rahat bir formada. Yəni skalar hasilləri sadə bir ifadə düşürlər. Mənfi 1 6-ya vursan mənfi 6, 2-ni 3-ə vursan 6, mənfi 2 mənfi 6-ya vursan eləyir 12. Deməli, aşağıda olur A-nın yəni uzunluğu 1 plus 4 plus 4 bu formada. Vurulsun CD-nin uzunluğu 36 plus 9 plus 36 bərabərdir. Deməli, yuxarıda oldu 12, aşağıda oldu 3 vurulsun. 36 70 oldu, 8 eləyir 9. Burada nə oldu indi? Bunlar bu ixtisar edəcək 4 qalacaq. Eləyəcək 9-da 4. Kosinusu tapın. Və salam. Elə arıza kosinus soruşur. 9-da 4 olaraq Y variant tapırıq bunu. 3 mənfi 3, 3 mənfi 3 həddinin düsturunu yazın. Əlbəttə bu hər hansı bir arıcılığın düsturudur. Düsturlara baxıb burada əslində çıxartmaq olar. 3 mənfi 3, 3 mənfi 3 düsturunu. Məsələn, qiymətlər verməklə artıq bunu tapırıq biz. Məsələn, 1 verəndə 3-də 1 yox, düz gəlmir. 1 verəndə yenə olur 3-də 1 yenə düz gəlmir. C bəndində 1 verəndə 3, 2 verəndə 9 yenə düz gəlmir. D bəndə 1 verirsən eləyir mənfi 3. Yox, 3-dən başlayır, olmaz. 1 verəndə olur mənfi, yox, 1 verəndə olur 3, 2 verəndə olur mənfi 3. Bəli, doğru cavabımız artıq Y variantı. Qiymətlər verməklə bunu rahat şəkildə tapa bilərsiniz. Bu cəmini tapın. İyi xəyali vahiddir. Bir məsələ var ki, uşaqlar. Deməli, burada nə var? Bizdə komplekslərlə hər zaman dediyimiz kimi i plus i kvadrat üstəgəl i-nin kubu üstəgəl i üstü 4. i qalıb yerində. i kvadrat mənfi 1-dir. i-nin kubu mənfi i-dir. i üstü 4 isə üstəgəl 1-dir. İ'lər gedir, birlər gedir. Bərabər sıfırını hər zaman yazıda nəyə saxlayırsınız? i-dən i üstü 4-ə qədər təkrarlanan davamlı şəkildə dövr eləyən ifadələrdir. Və 4-ə bölünən 2 rəqəmlər ədəd hissəsində ən böyük 96 olduğuna görə burada i üstündə elə bir i üstündə 97 qalır. i üstündə 97 qalır. i üstə 97, 96-dan sonra, yəni i üstü 96 1 olduğuna görə elə i üstü 1 olur bu. Bu da eləyir i. Və bizdə qabaqda nə var? Mənfi 2 var. Bunun da üzərinə i gələcək və mənfi 2 üstü gəl i B variantı. Parametr müəyyən natural qiymətində A parametri. Tənlər sistemini bu x, y həlli üçün x natural tam ədəd olarsa x ilə y-dən cəmini tapın. A parametri müəyyən natural qiymətində tənlər sisteminin x, y həlli üçün tam ədədlər olarsa, tam ədədlər olarsa artıq bu ayrı bir məsələ. Deməli, artıq nə iş görürəm? Toplama üsulundan istifadə edirəm, y-lər aparıram. 2x üstəgəl yazıram a x bərabərdir 13. Deməli, buradan x-i tapsaq, x-i çıxarsam mötərizə xaricinə 2 üstəgəl a bərabərdir 13. X-ə bərabər 13 bölünsün 2 üstəgəlinə a. Artıq x tam ədəddir. X-imiz artıq tam ədəddir. X-imiz tam ədəd olması üçün, məsələn, burada biz a-ya nə verməliyik? A-ya verməliyik hər hansı bir tam ədəd olması üçün 13 nəyə bölünür? 13 1-ə bölünür, bir də 13-ə bölünür. Yəni bu 13 tam ədəd olması üçün burada a olmalıdır. Nə qədər? 11. A 11 olursa belə deyək də a 11 olanda artıq x-imizi hesablayanda x neçə tapırıq? X-i 1 tapırıq. X-i yenə 1 aparıb bizim yuxarıda işləyəndə yerinə qoyanda 2 üstəgəl y bərabərdir 6. Y bərabər neçə olur? 4 olur. Y tapırıq nə qədər? 4. 4 ilə 1-in cəmi bərabər nəyə olur? 5-ə və doğru cavab D variantı olur. Deməli, bərabərsizliyinin ən böyük tam həllini tapın. Burada nə iş görürük? Artıq bunu sadələşmə aparmalıyıq burada. Bax, ilk 2 və son 2 ifadələrə bax, fikir veririk. 4 dənə hədd var burada. Birincdə x üstü 5-i çıxardaraq sonra x minus 15 qalar. X-in kubunu çıxardaraq sonra x minus 15 qalar. Kiçiyi 0. Artıq yenə də bizim belə deyək də x minus 15-i də mötərizə xaricinə çıxarsaq, qalacaq x üstü 5 üstəlik x-in nəyə kubu? Buradan x üstü 3-ü də çıxarsaq çölə. X minus 15, x kvadratı üstəgəl 1 qalar. Kiçik nədən? 0-dan. Bax, yaranmış ifadəmiz, yaranmış x kvadrat plus 1 ifadəmiz, onsuz da hər zaman bu müsbət ifadədir. Həqiqi kökdə yoxdur. Burada x bərabərdir 0 edər. Bir də x bərabər nə? 15 olaraq hər iki köklərini tapırıq. Və ədəd oxunda yerinə qoyanda 0 və 15-i yerinə qoyanda x-in vahidlərinə baxırıq. Müsbətlərinə görə müsbət, mənfi, müsbət. Və bizə mənfilər soruşur. Mənfilər 0-15 oldu, aralığı oldu. Ən böyük də bu aralığda ən böyük tam ədəd neçə eləməlidir? 14 eləməlidir. Ən kiçik 4 rəqəmli natural ədədlə ən kiçik 2 rəqəmli natural ədədin fərqi ən kiçik sadə ədəddən neçə dəfə böyükdür? Əlbəttə, ən kiçik 4 rəqəmli natural ədəd neçədir uşaqlar? Fərqli demir, deməli mən nə götürməliyəm? 1000 götürməliyəm. Ən kiçik 2 rəqəmli natural ədəd nə qədərdir? 10. Bunların fərqi. Fərqi neçə eləyir? 990 eləyir. Ən kiçik sadə ədəddən neçə dəfə böyükdür? Ən kiçik sadə ədəd 2 demək deyil. Neçə dəfə böyükdür? Artıq nə etməliyəm? 990-ı 2-yə bölməliyəm də. Edəcək 495. 495 və cəbəndə sadə primitiv bir sual. Tənliyinin
həllinin varlığı üçün A parametrin ala biləcəyi tam qiymətlərin cəmini tapın. Bax, bizim ifadəmiz budur uşaqlar. Yəni, normal ifadəni birdən burada yanlış görərsiniz. Bax, bu kəsr bir xəttidir. Yəni, 3x kvadratı üstəgəl 2 bu modul ifadəsində bərabər. Yəni, 13a çıxılsın a-nın kvadratı çıxılsın 36. Yəni, modul olan ifadəmiz ki var, bərabər olması. Yəni, bərabər alınası bir ifadəmiz. Yəni, 13a çıxılsın a kvadrat çıxılsın 36 nə olmalıdır? Sıfırdan böyük olmalıdır. Böyük bərabər daha doğrusu modul ifadəmizdir. Bir də bir məsələdə var uşaqlar. Deməli, bizim surətimizdə yaranan ifadə 3x kvadrat üstəgəl 2 ifadəsi bu həmişə müsbətdir. Yəni, bu sıfıra bərabər ola bilməz. Sıfıra bərabər ola bilməz. Ona görə də bu ifadəmiz 13a kvadrat çıxılsın 36 sıfıra bərabərlik halı olmayacaq. Əslində, məxrəcdə x-i mənfi qiymət sıfıra çevirmək olar, amma məxrəcin sıfıra çevirməyə qeyri-müəyyən olduğuna görə surətin sıfırı yoxdursa, bu ifadə sıfıra bərabər olmayacaq. Birbaşa sıfırdan böyük olacaq. Yəni, indi hal-hazırda bu ifadəni hesablayırıq bunun köklərini. Yəni, sadələşdirək çevirmiş kvadrat tənlik formasında a kvadratı çıxılsın 13a üstəgəl 36 kiçiklə nə sıfırdan? Kökləri nədir bunun? 4 ilə 9 götürək də. Cəmi olsun 13, hasil olsun necə? 36, 4 və 9-u götürürük. A kvadrat müsbətdirsə, müsbət, mənfi, müsbət işarə edirik bunu. Və bizə sıfırdan kiçik 4 və 9 aralığı lazımdır. 4 və 9 aralığında deyək ki, ala bilər tam qiymətlərin cəmi 5, 6, 7 və 8 ifadəsi var. Bunların cəmi də 11, 7, 18, 11, 7, 18, o da 26. C variantı. Sonra 22-ci sual. X-in hansı qiymətində bu ədədləri yazan arzular həndəs sistemə gətirir. Yəni, ortacıl həddin, belə deyək də, hər hansı həddin kvadratı ona qonşu olanların hansına bərabərdir. Məsələn, B1, B2, B3 və bu minvatla gedirdisə, deməli B2-nin kvadratı bərabərdir. B1 vurulması nə idi? B3 idi. Və hər hansı hər onunla eyni məsafədə yerləşən həndəsi ortası da deyə bilirdik. Orta duran kök adda 2 sinus x-dir. Bu da olur 2 sinus kvadratı x bərabərdir 3 kosinus x-a. Deməli, atırıq 2 sinus kvadrat x minus 3 kosinus x bərabər 0. Artıq biz bunu nə etməliyik? Sinus kvadratın yerinə sinus kvadratı x bərabər 1 minus kosinus kvadratı x. Gətirib qoyuram yerinə. Olur, 2-ni vuracam indi 1 minus kosinus kvadratı x olacaq. 2 minus 2 kosinus kvadratı x minus 3 kosinus x bərabər nəyə? Hər hansı bir sıfıra. Olacaq 2 kosinus kvadratı x üstəgəl 3 kosinus x işarələri dəyişirəm. Çıxılsın 2 bərabərdir 0. 0. Görmədim onu. 2 minus 2 kosinus kvadratı x minus 3 kosinus x. İndi bunu vuruqlara ayırıb, bu hissəni kosinus x-ə hesablamaq lazım. Bunu necə yazacaq? Deməli, yazaram ki, 2 kosinus kvadratı x üstəgəl. Bu 2-yə görə bunu parçalasam, üstü 4 və 1-ə parçalayayım da. 4 kosinus x minus kosinus x minus 2 bərabər 0. Deməli, 2 kosinus x-i çıxarsam mötərizə xaricdən kosinus x üstəgəl 2. Bu da kosinus x üstəgəl nə? 2. Bərabər 0. Kosinus x üstəgəl kimi mötərizə xaricdən çıxarsam 2 kosinus x minus 1 bərabər 0 alınır. Kosinus x plus 2 ifadəsini həll etmirik. Çünki kosinus x mənfi 1 arasında təyin olunub. Biz həll edəcəyik 2 kosinus x bərabər 1-i. Kosinus x bərabər 2-lə 1-i. X ilə bərabər olur plus minus. 2-lə 1-i alır pi bölünsün. Neçədə alır? 60-da pi bölü üstəgəl neçə? 2 pi k ifadəsində. Pi bölü 3 üstəgəl 2 pi k. Doğru cavab burada görürsünüz. A variantda var. 23-cü sualda deyir ki, n parametrin hansı qiymətində ifadəsi çox həlli olar. Yəni, çox həlli olması üçün uşaqlar, çox həlli ayrı-ayrı bir həllərin cəmi şəkildə göstərilməsidir. Demək olar ki, bunlar bu şəkildə göstərilməsi üçün, belə lord ilə deyək ki, bunlar ixtisar olunmalıdır. Yəni, x kvadrat plus mx minus 7 vuruqlarından biri x minus 1 olmalıdır. Yəni, belə deyək də, x-in kvadratı plus mx minus 7 vuruqlarından biri olmalı. Yəni, x minus 1, məsələn, bir də x minus 1-dən ay vuruğu olmalıdır. Ona görə də x minus 1 bunun kökü köküdür əslində. Yəni, biri gətirib bunu yerinə qoysam, olacaq 1 üstəgəl m çıxılsın 7 bərabərdir 0. Kök qiyməti 0-a çevirir. Burada m bərabər nə olacaq? Artıq olacaq 6. Sonra bir də digər ifadəni biz burada həmin bu ifadəni müxtəsər vurma düsturunu açsaq. Məsələn, yazsaq ki, x-in kvadratı minus x minus x üstəgəl a yazsaq. Bu da əlbəttə ki, biz görürük ki, x-in kvadratı plus məsələn mx çıxılsın 7 ifadəsini verir.
Mesela burada x'in kvadratı minus. Burada mən x'in mötərizə xaricində çıxarsam a plus 1, məsələn plus 1-dən a bərabər x'in kvadratı plus məsələn mx minus məsələn 7. Yəni mən bu ifadəni də yazsam və bu ifadəni hansı yolla getsəm, hər zaman yazda saxlayırsınız ki, x kvadratı plus mx minus 7 bölünsün x minus 1 ifadəsi çox əldə olması üçün x minus 1 surətin vuruqlarından biri olmalıdır. Yəni vuruqlarından biri olması üçün m minus 1 bərabər 0, x minus 1 bərabər 0, x bərabər 1. Yəni bu tənliyin köküdürsə, yuxarıda 0-a bərabərləyib artıq m oradan götürürsünüz. Digər yola baxmağa ehtiyac yoxdur. O əncama bir yoldur. 24. MB-nin 40 dərəcə olarsa, ABC bucağı AF və C təmbələnlər arasında kiçik bucağın dərəcə ölçüsünü tapın. Deməli nədir? 40 dərəcəsi də bunun mərkəzində, yəni qarşılıqlı bucağı olaraq nədir? Bu 40-dır. ABC bucağının AF və CY təmbələnlərdir. Artıq bura alfadır. Burada məsələn x kimi götürək. Bucaqların cəmi nə qədərdir? 180 dərəcədir. Yəni 2 alfa üstəgəl 2x üstəgəl 40 bərabərdir 180. 2 alfa üstəgəl 2x bərabər artıq 140 olsa, alfanın x-in cəmi bərabər olacaq 70 dərəcə. Bizə deyir ki, təmbölənləri arasında kiçik bucağın dərəcə ölçüsünü tapın. Əlbəttə ki, bax, bu kiçik bucaq budur. Məsələn, bu beta bucağıdır. Betada ona qonşu olmayan iki xarici bucağın ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Anlaşılan istifadə edilsə elə həmin bucaq ilə 70 dərəcəyə bərabərdir. Deməli, sinifdəki 40 şagirddən 19-u velosipedi, 21-nin telefonu, 16 isə kompüteri var. Onlardan 11-nin həm velosipedi, həm telefonu, həm 12-sinin həm telefonu, həm kompüteri, 6-sının həm velosipedi, həm də kompüteri var. Yəni 3 dənədir burada. Velosiped, telefon və kompüter. Deməli, mən bu şəkildə 3 formada bunu çəkməliyəm belə. Məsələn, birinə yazaq, velosiped yazaq, birinə yazaq, telefon yazaq, birinə yazaq, ikinə yazaq, kompüter yazaq. Deyir ki, burada kompüter var. 3 şagirdin həm velosipedi, həm telefonu, həm kompüteri varsa, yəni bu 3 şagird hansıdır? Bax, 3 şagird həm velosipedi var, həm kompüteri, həm də velosipedi var. Yəni, indi baxaq əvvəldən. 19-nun velosipedi, 21-nin telefonu, 16-nın kompüteri. Bu qalsın kənarda. 11-nin həm velosipedi, həm telefonu. Həm velosipedi, həm telefonu. Yəni, bu burada olan həm velosipedi, həm telefonu. 11-nin deməli 8-i burada qalır. 12-sinin həm telefonu, həm kompüteri. Telefon kompüterə baxanda 12 nəfərdirsə, deməli burada qalır nə qədər? 9 dənə. 6-sının həm velosipedi, həm də kompüteri. Həm velosipedi, həm də kompüteri. 3-ü qalıb burada, deməli 3 də qalmalıdır. Harada burada? İndi keçirik ümumiyə. 19-nun velosipedi var. Velosiped olan dairəyə baxıram. 8, 11, 14, burada qalır 5 dənə, olur 19. 21-nin telefonu 8, 9, 17, o da 20, bir dənə də qalır burada kənarda. 16-sının kompüteri var. Kompüter 9, 6, 15, bir dənə də bura qalır. Deməli, indi bizə sual verir. 3 şagird həm velosipedi, hamısını qeydlədik. Sinifdən təsadüfən seçilmiş bir şagirddə yoxlasaq 8, 8. Bir dənə yoxlayaq 8, 5, 13, 3, 16, o da 19 dənə velosiped var. Telefon var, 21 dənə var. Deməli, 21 dənə hər biri düzdür. İndi bizə nə deyir? Uşaqlar, deməli deyir ki, sinifdən təsadüfən seçilmiş bir şagirddə velosiped, telefon və kompüterin heç birinin olmaması hadisəsinin ehtimalını tapın. Ümumiyyətlə, 40 dənə şagird var da, düzdür? Ehtimal tapan nə tapırsan? P bərabər əlverişli halların sayını, bütün halların sayını. Deməli, bütün hallar burada, yəni mümkün hallar daha doğrusu, bir də əlverişli halların sayını, düzdür? İndi bizə deyir ki, bütün hallarımız nə qədərdir? 40 dənədir. Deyir ki, bir şagirddə velosiped, telefon və kompüter heç birinin olmaması. İndi əlverişli halları tapmalıyıq. Bu nə deməkdir? Sinifdə 40 dənə şagird deyil, düzdür? Bunların hər birini toplasaq, yəni biz. Bax, velosiped. 19 dənə olduğunu bilirik. 19. Bax, burada telefon istiqbal, burada olur 10. Oldu nə qədər? 29. Bu da bir 30 dənəsində var. Amma 40 dənə şagirddən 10 dənəsində yoxdur. O da elə 4-də 1, o da yəni 0-dan %25. Bax formada. Sonra keçirik 26-cı suala. Realitet düzağlı piramidasının CD fili üzərində Y nöqtəsi götürülmüşdür. Həla. 300 piramidadır. DO YG'nin parçalara uyğun olaraq DABC IABC piramidanın hündürlükləridir. Həla. Yəni bunlar DO da hündürlüydür, YM də hündürlüydür. Bu piramidanın həcmləri 1.2-yə bərabər olarsa, YS-nin dəyənə olan nisbətini tapın. Yəni həcmləri, piramidanın həcmi nədir? 3/1 S oturacaq vurulsun nədir? H-dır. Ümumiyyətlə, YS ki var.
YS ikinci bir bizə dediyi piramida, belə deyək də, nisbətləri. Tamam ki, yazaq ki, V2-nin bölünsün V1-ə nisbəti. Onsuz da H2-nin H1 olan nisbətinə bərabər olacaq. Çünki hər biri 3 dəfə oturacaq, burasını H-dır. Bu yəni nədir? 1,2-yə bərabərdir. Bizdən soruşulan YS-nin DY olan nisbətidir. Belə deyək də, bax uşaqlar. Burada belə bizim üçbucağımız var. Burada işarə eləsəm, baba, belə bir üçbucağımız var. Yəni DOC. Bir də həmin üçbucaqda hündürlüyə çəkilən nədir? YM-dir. Yəni bunu ayrıca formada üçbucaq şəklində təsəvvür kimi yarada bilərsiniz. Məsələn, bax bura, burada bizim elə bir hündürlüyümüzdür. Oxşardan istifadə edərik. Bax bu bucaqda beta bucağı, bu bucaqda beta bucağı. Məsələn, bu 90 dərəcə, bura 90 dərəcə, bura bir alfa bucağımızdır. Hə? Yəni belə deyək də. Məsələn, burası bir x-dırsa, burası bir tutalım ki, y-dir, düzdür? Və yaxud da bura bizim kiçik hündürlük H1-imizsə, bura bizim H2-imizdir. Yəni alfanın qarşısında H1-in digər düzdalı H2-yə nisbəti x-in x üstəgəl y-ə nisbəti. Bu da bərabərdir. Nəyə nisbəti? 1,2-yə. Belə deyək də, 1,2-yə bərabərdirsə, bərabər 1,2-yə var belə. İndi bunu nətər yazaq uşaqlar? İndi x ifadə eləyək biz bunu. Deməli bizim belə deyək də, y-s'miz elə bir bura bir x-dır. dy-miz bura bir dənə bizim y-imizdir. Bunu çarpaz şəklə vursaq, x plus y bərabər 1,2 10-da 12. Yəni 5-də 6. Çarpaz vursaq 6x üstəgəl 6y bərabərdir 5x. Bu da kesinliklə mənfi olacaq. Niyə? Belə yazaq da bunu. Onda bunu belə yazaq da. X 6-dırsa, x plus y 5-dir. Yox. Bunu tərsinə yazdım. İnşallah tərsinə yazdım. Tərsinə yazdım. Böyünü böyünə ifadə eləməliyəm. Böyünü böyünə. X plus y-in x-a nisbəti 5-də 6 kimi götürməliyəm. Özə diqqətlə baxsaq görərsiniz bunu. Deməli 5x üstəgəl 5y bərabərdir 6x. Sağa atsam x bərabərdir 5y olar. Burada olar 5x bərabərdir 5y olar. Deməli bizdən soruşur ki, y-s'nin, yəni x-in dy-yə olan nisbəti belə deyək də, y-ə olan nisbəti belə deyək də. Bu da 5y-in y-ə olan nisbəti bərabərdir 5 olar. Biraz qarşı oldu. Videonu geri verib siz izləyə bilərsiniz. Sonra keçək növbəti bir suala. Növbəti sualımız 27-ci sualdır. Uyğunluğu müəyyən edin. Deməli, ekstrem nöqtəsi, böhran nöqtəsi falan filan. Neçənci sual? 27-ci sual. Uşaqlar, mütləq şəkildə ki, ekstrem nöqtəsi, böhran nöqtəsi mütləq şəkildə törəmə tapılmalıdır. Törəmələr rahat şəkildə tapaq birinci formada uşaqlar. Deməli, fx-in törəməsi bərabərdir. Yəni, bir yuxarıda olan nisbətin törəməsidir. Nisbətin törəməsi. Yəni, surətin törəməsi. Yəni, x-in törəməsi vurulsun məxrəc. Birbaşa yazacağım elə uşaqlar. Belə yazacağım. Deməli, x-in törəməsi 1 eləyir. Məxrəc x kvadratı üstəgəl 1. Sonra çıxılsın surət məxrəcin törəməsi. Yəni, məxrəcin törəməsi 2x, x-ə vuranda olacaq 2x-in kvadratı və məxrəcin kvadratı, x kvadrat plus 1-in nəyi? Kvadrat, düzdür? Bunu sıfıra bərabər eləyək. Birinci halda. Deməli, burada sıfıra bərabər eləsək bunu, bu ifadəmizdən olacaq. Mənfi x kvadrat üstəgəl 1 bərabərdir 0. Çünki sürət sıfıra bərabər olmalıdır ki, ümumi qiymət sıfıra bərabər olsun. X kvadratı bərabər 1 olsa, x bərabər müsbət mənfi 1 taparıq. Yəni, bunun artıq 2 dənə bunun bu ifadənin böhran nöqtəsi var. Yəni, bu ifadənin əlavə digər şey hesablamaya ehtiyac yoxdur. Və yaxud da bu ifadədə parabola şəklində belə göstərsək, yəni, məsələn, mənfi x kvadrat plus 1-i mən bu formada göstərsəm, onsuz da qolları aşağı olan və mənfi 1-1-də x-ləri burada olan hər hansı paraboladır. Yəni, artması da var, azalması da var. Yəni, 2 dənə böhran nöqtəsi var. Məsələn, 1-ə uyğun gəlir C bəndi. İkinci ifadədə biz bunun törəməsini tapsa olacaq 5x üzərinə 4 üstəgəl 21x kvadratı söhbət salam. Bunu sıfıra bərabər eləsəm, demə. Yəni, bu ifadə hər ikisi cüt-üstü qüvvətdə olduğuna görə artıq bizim ifadəmiz bu da müsbət, bu da müsbət. Yəni, hər zaman bu ifadəmiz böyük bərabər 0 olacaq. Yəni, bu halda bu ifadə yalnız x-in bir dənə bərabər 0 nöqtəsinə 0 bərabər ola bilər. Qalan bir halda bu ifadə həmişə x-in bütün qiymətlərində mənfi sonsuz, müsbət sonsuz ifadələrin hər birində nədir? Təyin olunub, yəni qiyməti var. Deməli, 2-yə uyğun gələn, belə deyək də, artıq
Sonra mesela burada artık bütün ədəd oxunda bu ifadə müsbət olduğuna görə, bütün ədəd oxunda artan bir ifadədir olduğuna görə və məsələn C-ni götürmüşdük, indi D-ni götürürük. Bütün ədəd oxunda artır. Deməli buna uyğun cavab D. Uşaqlar, deməli burada indi ekstrem nöqtəsinin olub-olmasına baxaq. Hər hansı məsələn bu 0 nöqtəsi olsa, baxaq bura. Deməli bu həmişə müsbət olana görə burada müsbət, burada müsbət. Deməli bu müsbətdən mənfiyə keçsəydi və yaxud mənfidən müsbətə keçsəydi, bunun hər hansı burada ekstrem nöqtəsi olardı. Amma sadəcə olaraq hər bütün qiymətlərinin müsbət olduğuna görə artıq bunun ekstrem nöqtəsinin adlı bir ifadə deyə bilmirik bura. Deməli buna uyğun bir dənə B gəlir. Digər ifadələrdə tam ki 3-cü ifadədə törəməsini tapsaq, f(x) törəməsi 3-cü ifadədə olacaq 4 bölünsün 2 hətta x. 3 hətta x. Bax belə olacaq da bu, hə? Bir də çıxılsın olacaq nə? 3. Deməli, sıra bərabər eləyək. X yaparsaq 2 bölü kök hətta x bərabərdir 3 olsa, x bərabər olacaq nə? 2 bölü 3. Kök hətta x. 1 qoyanda nə olacaq bunun yerinə? 1 qoyanda heç bir şey. Yəni 1 qoyanda 2 bölü 1 bərabər 3 alınmayacaq. Və yaxud da 2 bölünsün 2 kök altı x. Biz bunu nə eləsək? B bərabər şəklində götürsək. Bir dəfə də artıq sıra bərabər elədik törəməmizi. Bir dəfə də sıfırdan böyük bərabər götürük, çıxılsın 3. Artıq 2 bölü kök altı x-dir bu. Deməli artıq burada 2 dənə cavabımız qalıb. Mənfi 1 və bu uyğun gəlir. Deməli, törəmədə 1 qoyanda mənfi 1 alırıq bu ifadəni. Əlbəttə ki, 2-dən çıxanda mənfi 1. Artıq burada A ifadəsi düz gəlir. Bütün ədəd oxunda azalandır. Artıq bütün ədəd oxunda azalandır. Yəni həmişə bu ifadə azalan ifadə deyil. Yəni belə deyək də kök altı x minus 3-də 2. Məsələn, belə yazaq da bunu. 2 bölü kök altı x minus 3 böyük bərabər 0 ifadəsini yazdıq. Yəni x böyük bərabər 3-də 2. Yəni bu həmişə azalan bir funksiya deyil və y bərini götürməyəcəyik biz burada. Növbəti sual. Bir qrup adamın 14 günlük səfərinə müəyyən məbləğdə pul ayrılmışdı. Lakin həmin səfərdə 3 nəfər iştirak edə bilmədi. Ayrılmış məbləğ qalan adamlara 16 gün bəs edərsə, əvvəlcə səfərin neçə nəfər çıxmalı idi? Məsələn, 14 günlük məbləği bilmirik. Belə deyək də, yüzündür, bax. 14 günlük səfərdə müəyyən məbləğdə pul ayrılmışdır. Deməli, 14 günlük səfərə artıq məbləği bilmirik. Məbləği məsələn x manat məsələn. Məsələn deyir ki, 3 nəfər iştirak edə bilmədi. Neçə nəfər var idi? Məsələn müəyyən qədər, məsələn tam ki y nəfər var idi bizdə. 3 nəfər. Bax, indi bayaqlar bizdə deyirdik ki, y nəfər var. Y hər hansı bir say qədər bir adam var. 3 nəfər iştirak edə bilməzsə, olur y çıxılsın 3. Y çıxılsın 3. Hə? Deməli, 14 günlük səfərinə müəyyən məbləğdə pul ayrılmış 3 nəfər iştirak etmədisə, burada neçə olur? 3 nəfər iştirak eləməzsə, artıq ifadələr qalxır. Bu neçə olur? Burada olur 16 nəfər. Yəni bizdə 16 gün bizə bu bəs eləyir. Yəni bizə ayrılmış məbləğ qalan adamlara, yenə də burada x manatdır. Yəni 3 nəfər çatmır. 3 nəfər artıq iştirak etmir. Eyni məbləğdir. Artıq bizə 16 gün çıxacaq bu məbləğ. Artıq mən belə deyək də. Biz məbləği, məsələn, nə qədər məbləğ vardı? X manat məbləğ vardı. Y nəfərə böləndə nə olurdu? 14 gün boyunca bizə çatırdı. İndi isə məbləği x-i bölürük nəyə? Y çıxılsın 3-ə bərabər olduğuna 16 günə çatırdı. Burada x bərabərdir 14 y. Burada x bərabərdir 16 y çıxılsın nə qədər? 48. Bunlar bir-birinə bərabərdir. Çünki eyni bir məbləğdir. O 2y bərabər 48, y bərabər nə qədər? 24. Yəni əvvəl səfər neçə nəfər çıxmalı idi? Y bərabər 20. Məsələn. Yəni bizə deyir ki, neçə nəfər çıxmalı idi? Əvvəldə 24 nəfər. Məsələn. ABC düzgün üçbucağın tərəflərinin uzantılarından acil olaraq bərabər. BD, SY və AF hərəsinə bərabər parçada ayırıb. İspat edin ki, DYF düzgün üçbucaqdır. Yəni biz belə deyək də, DF-imizin, YF-imizin və ED-imizin bərabər olduğunu biz ispat eləməliyik ki, həqiqətən bunlar bərabər bir üçbucaqdır. Bərabər tərəfli üçbucaqdır. Yəni burada AC olsun, CB olsun, AB olsun, hər bir bucağı 60 dərəcədir. Bərabər parçası ayrılıbsa, deyir bərabər parçası ayrılıb. Yəni burada göstərilib artıq.
Deməli, bunlar bərabərdir. Belə baxırıq. Deməli 60-ın hər biri 60 dərəcədə, qonşusu 120-dir. A bucağı burada 120-dir, burada 120-dir. Bu B-yə qonşu olan burada nə qədərdir? 120-dir. Deməli hər hansı burada bir A-dır, hər hansı burada bir A-dır, hər hansı burada nədir? Burada bir A-dır. Elə bil 2 dənə tərəf, bir dənə də bucaq. 2 dənə tərəf, bir dənə bucaq. Yəni TBT əlamətinə görə, yəni bizim belə bir bucağımız var ki, yəni bura A-dır. Belə deyək də. Bura B-dir. Bura B-dir, burada B-dir. Düzdür? Bunu belə göstərək də biz. Deməli, burada olur A üstəgəl B, burada olur 120 dərəcə. Və salam. Yəni TBT əlamətinə görə bunlar bərabər tərəfli üçbucaqdır. Yəni 120 dərəcə və hər biri 60 dərəcə, qonşu bucağı 120 dərəcə və iki tərəf və arasındakı bucaq bərabərdirsə, bunlar bərabər üçbucaqdır və A, C, B üçbucağı bərabər tərəfli olduğuna görə onların eyni hər bir təpədən bərabər məsafədə uzadılan nöqtələrin birləşməsi də bərabər tərəfli üçbucağı əmələ gətirəcək. Bu da TBT əlamətinə görə. Növbəti sual, sonuncu sual, 30-cu sual. Alfa müstəvisi üzərində radiusda 2 cm olan 4 çevrə bir-birinə şəkillər kimi toxunur. Əla. Alfa müstəvisi üzərində olmayan M nöqtəsi bu çevrin mərkəzlərindən kök həddi 17. Yəni bu M-dən gətirilən bütün nöqtələrin hər biri kök həddi 17-dir. Deməli, mən bunları birləşsəm burada kvadrat əmələ gələcək. Çünki radiusları 2-də olan hər biri çevrədir. Həmin nöqtədən alfa müstəvisinə olan məsafəni tapın. Yəni hər biri 2-dirsə, M nöqtəsindən bura qədər olan məsafə bax, bu istiqamətdir uşaqlar. Bunun hər biri kök həddi 17-dir. Məsələn, bura kök altında nə qədərdir? 17-dir. Yəni bunun hər birini birləşdirə bilərsiniz. Bunu belə birləşdirsəm, bu perpendikular olacaq. 4 dənə mail çəkilib, 4 də bir-birinə bərabərdir artıq bunun. Belə deyək də, bu diaqonalların kəsmə nöqtəsidir. Diaqonallar kəsmə nöqtəsi. Bu 4 dənə bərabər parçaya bölünəcək diaqonallar. Bunların hər birinə bir perpendikulyardır. Deməli, hər biri 2, deməli, belə deyək də 4-dür. Elə bir kvadratımızın tərəfi 4-dürsə, artıq bunun diaqonalı nə qədər? 4 kətdə 2, yarısı 2 kök altda 2 eləyəcək. Yəni, elə bir bizim düzbucaqlı üçbucağımız var, bu formada. Hündürlük buradır, kök altda 17 bizim betonumuzdur və diaqonal burada 2 kök altda 2-yə bərabərdir. Faqordan istifadə eləyək. Hündürlüyün kvadratı 2 kök altda 2-nin kvadratı eləyir 8, kök altda 17-nin kvadratı eləyir 17. Hündürlüyün kvadratı 17-dən 8 çıxanda qalır nə qədər? 9. Hündürlüyümüzlə bərabər nə oldu? 3. Hər şahidlər videosa faydalı oldusa, bəyənib, takip eləməyi unutmayın. Növbəti videolardan xəbərin olsun və əlavə onlayn və əyan dəstək qoşulmaq üçün yuxarıda qeyd edilən nömrələrlə əlaqə saxlaya bilərsiniz.